Doktor, mən qəribə bir hissiyatlar keçirdirəm. Sanki mənim yaşadığım bu an, bu hadisə keçmişdə yaşanıb. Sanki mənim indi həyatımda baş verən bir anlıq hadisəni mən haçansa yaşamışam. Bəzən isə mən bunu gün ərzində dəfələrlə yaşayıram. Sanki eyni hadisə həyatımın eyni bir neçə anı gün ərzində təkrarlanır. Tibbdə bunun adı dejavudur və bizə pasiyentlər bəzən bax bu cür əlamətlərlə gəlirlər. İnsanlar ümumiyyətlə həyatı ərzində, xüsusilə cavan yaşlı insanlar, 15-25 yaşın arasında insanlar dejavu dediyimiz sanki bir hadisəni yaşamış kimi hiss eləyirlər və bunlar tək-tək hallarda normal hesab olunur. Əgər yox, siz bu dejavu hissiyatını gün ərzində dəfələrlə hiss edirsiniz və aylarla hiss edirsinizsə, bu artıq normal deyil və bu bir xəstəliyin əlaməti ola bilər. Buna temporal epilepsiya deyirlər. Temporal epilepsiyanın əsas əlaməti qıcolma tutmaları deyil, bu cür təkrarlanan dejavulərdir. Yəni sanki keçmişi biz təkrar-təkrar görürük. Bununla yanaşı bəzi avtomatizmlər kimi müəyyən hərəkətlər, yuxudan duranda qeyri-iradi əllərin, ayaqların yığılması, sanki bir hərəkət eləyir, sanki bir iş görür kimi, avtomatizm kimi yüngül qıcolmalar görə bilirik. Bəzi xəstələrdə isə bu qıcolmaları ümumiyyətlə görmürük. Odur ki, sizdə də təkrarlanan dejavulər varsa, bunun üçün mütləq şəkildə elektroensefaloqramma müayinəni keçmək, bəzən isə təkrar-təkrar keçmək lazım gəlir. Çünki temporal epilepsiyanı təyin etmək çox çətindir. İlkin EEG-lərdə heç bir ocaq çıxmaya bilər. EEG-ni təkrarladıqca biz bu ocaqları təyin eləyə bilirik.